Salam uşaqlar, burada 32-ci səhifədə söz boğçası verilibdir. Oradakı sözlər hava balonu, dəbilqə, respirator, su şılangı, o da davamlı paltar və çəkmə və yanğın söndürmə balonudur. Görək bunlar nədir? Hava balonu yanğın söndürənin nəfəs alması üçün havanı içində saxlayan balondur. Dəbilqə yanğın söndürənin başını qorumaq üçün taxtığı qoruyucu baş geyimidir. Respirator zəhərli və tüstülü havadan qoruyan, nəfəs almağa kömək edən cihazdır. Su şılangı yanğını söndürmək üçün sudan istifadə edilən uzun borudur. O da davamlı paltar və çəkmə, yanğın söndürənin geyindiyi, oda yanmayan, davamlı olan xüsusi geyim və ayaqqabı nəzərdə tutulur. Yanğın söndürmə balonu da kiçik yanğınları söndürmək üçün istifadə olunan cihazdır. Hansı ki, yanğın söndürən işçilər gəlib, hava balonu olur onlarda, dəbilqə olur başlarında, respirator olur, su şılangı olur, onların özünün əynində, o da davamlı paltar və çəkmə olur ki, onlar yaxınlaşanda o yanmır. Amma biz insanlar onlar kimi risk edib yaxınlaşa bilmirik, çünki bizim paltarlarımız o da davamlı deyil, ayaqqabımız yana bilər. Xüsusi, yəni o üçün, yanğın üçün nəzərdə tutulmur da bizdə. Amma onlarda xüsusi yanğın üçün nəzərdə tutulur və onlarda yanğın söndürmə balonu da var. Və demək, baxırıq, böyük kiçik S hərfi keçirlər. Uşaqlar sözləri oxuyaq. S-A-A-T, saat, saat. Saat sözündə 2 qoşa A hərfi var. M-A-S-A, masa, masa. S-Ə-S, səs. S-A-M-İ, samit. Və deyir ki, zəhərli qazlardan nə qoruyur? Respirator qoruyur. Uşaqlar, respirator zəhərli və tüstülü havadan qoruyan, nəfəs almağa kömək edən cihazdır. Və yanğın söndürən başına nə taxılır? Təbii ki, dəbilqə taxılır. Dəbilqə yanğın söndürənin başını qorumaq üçün taxtığı qoruyucu baş geyimidir. Digər isə deyir, nə ilə yanğını söndürürük? Onlar demək, su şılangı ilə yanğın söndürmək üçün sudan istifadə edilən uzun boruya demək, su şılangı deyilir ki, onun vasitəsilə də demək, yanğını söndürürlər.